Salamlar, axşamınız xeyir olsun. Mən Ayşən Adıgözalova, Awaken Yourself Akademinin təsisçi direktoruyam. Bildiyiniz üzrə Awaken Yourself Akademi yalnız qadınlara xidmət göstərir və bugünkü təlimçimizdə Ədilə xanımdır. Bizə şəxsi inkişaf və motivasiya mövzusunda danışacaq. Buyurun Ədilə xanım. Salam, salamlar, hər birinizi salamlayıram. Öncəliklə xoş gəlmisiniz. Ayşən, səni salamlayıram ilk öncə. Dəvətin üçün çox sağ ol. Buyurun, faydalı olacağına əminik. Gözləyirik. İlk öncə bugün mövzumuzun adından danışmaq istəyirəm. Mövzumuz şəxsi inkişaf və motivasiyadır. Və ilk öncə özümü tanıtmaq istəyirəm. Mən kiməm? Mənim adım Ədilə. 27 yaşım var. Və artıq 3 ildir ki, bu sahədəyəm. Şəxsi inkişaf sahəsindəyəm. Coaching və psixoloji təlimlər, eyni zamanda da spiritual təlimlər almışam. Ondan əvvəl 2 dənə universitet, həm bakalavr, həm magistr təhsili almışam. Tam fərqli sahələr üzrə. Riyaziyyat müəllimliyi ixtisasını bitirmişəm bakalavrda və hər birində dövlət sifarişini oxumuşam. Eyni zamanda da magistrda kompüter elmləri ixtisasını bitirmişəm və artıq magistri bitirdiyim dövrdən mən başlamışam təlimlər almağa. Və həmin dövrlərdə müəllim kimi fəaliyyət göstərmişəm, fərdi uşaq hazırlığı ilə məşğul olmuşam. Və ilk olaraq bu sahəyə marağım başlayıb bakalavrda 2-ci kursda psixologiya dərsi keçdiyimiz zamandan başladı məndə maraq və dərslərdə fəal iştirak edirdim və o zaman heç dərsini buraxmadığım fənni sırf psixologiya olduğunu gördüm və o zamanki dərslərdə elədiyimiz testlər, rəsm analizləri və bizə tapşırılan bədii kitablar və s. onların bizdən qısa məzmununu çıxarmağı tələb edirdi müəllim və analiz edirdik. O zamandan başlayaraq artıq öz üzərimdə işləməyə başlamışam və ilk olaraq öz pulumla təlimlər almağa başlamışam. Müəllim kimi işləyərək və magistrda əlaçı stipendiyası alaraq həmin pulları özümü inkişafa yatırmışam, belə deyə bilərəm. Və bundan əlavə mən fərqli təlimlər də almışam.
Demək, veb-sayt yaratmaq təlimi almışam kodsuz. Daha sonra dillə bağlı təlimlər almışam, psixoloji seans almışam ilk olaraq. Və daha artıq bir çox təlimlər almışam. Özümü bir çox sahədə sınamışam. Təbiətcə fərqli sahələrə maraq göstərən insanam və bir xarakterim var ki, mən hər zaman tənbəl xarakterli bir insan olmuşam. Yəni daha çox yatmağı sevmişəm və daha çox harda pul qazana bilərəm, daha çox harda pul qazanarkən asılı vəziyyətdə qalmaya bilərəm. Bu sahələrə yönəlmişəm. Çünki mənim üçün önəmlidir. Ola bilər ki, mən müəllimə kimi də işləyib çoxlu pul qazana bilərəm və ya kompüter sahəsində də işləyib, IT sahəsində də işləyib çoxlu pul qazana bilərəm. Lakin orada ola bilər ki, mən asılı olum kimdənsə və mən magistrda oxuduğum dövrdə universitetdə işləmişəm, laborant kimi, praktika dönəmimizdə və mənə orada hətta başqa bir iş təklifi də gəlmişdi, junior admin kimi, prestijli bir iş idi. Yəni nazirlikdə belə işləyə bilərdin, o sahədə özünü inkişaf elətdirib. Lakin mən universitetdə işləməyi üstün tutdum, çünki ora öyrəşmişdim. Amma həmin yerdə işlədikdən sonra gördüm ki, artıq bura rejimi çox ciddidir və verdikləri pul o qədər çox deyil və mən həmin dövrdə başlamışdım artıq təlimlər almağa. Təlimlərin də ödənişi aylıq belə idi ki, 250 manat, 350 manat və 500 manat 3 yerə ayrılmışdı. Mən VIP olan təlimi almışdım, 500 manatlıq. Bilmirəm, məndə belə bir şey var ki, bir şey edərkən ən bahalısını, ən yaxşısını alım, ən gözəl nəticə alım deyə. Və baxdım ki, mənə veriləcək maaş heç 400 manatdır. Yəni mənim heç kursumu ödəmir və mən bir anda belə ayıldım və qərar verdim ki, bu işi sonlandırım. Çünki mənə orada iş təklif olunmuşdu. Yay ayı idi. Artıq mən iyunda qərar verdim ki, iyun girən kimi qərar verdim, işdən çıxdım. Və fərdi hazırlaşdırdığım uşaqlarla da hazırlığı dayandırdım. Gördüm ki, məni yoran bir sahədir bu və ondan sonra öz üzərimdə yenə işləməyə davam elədikdən sonra 1-2 ay ərzində fərqli bir işə başladım və bu işdə artıq amma bu dövrdə də təlimdə də hər həftə mən seanslar alırdım öz rəhbərimdən və orada təlimdə belə idi ki, 250 manatlıqda məsələn həftədə bir dəfə mentordan alırdın, amma o rəhbər deyildi də. Mentorlarımız var idi, 3 dənə mentorumuz, onlardan ala bilirdin. 350 manatlıqda həftədə 4 dəfə mentorlardan birindən alırdın, amma mən rəhbərlə sırf işləmək istədiyim üçün yaradıcı ilə də təlimin yaradıcısı ilə mən VIP təlimə qoşulmuşdum. VIP paketi almışdım. Və həmin dövrdə mən bu sahə üzrə də işləyirdim seanslarda ki, mən işləmək istəyirəm və s. Bu burada hər cür biz həm psixoloji, həm enerjisel öz üzərimizdə işləyirdik. Və bundan sonra həqiqətən də təsadüfən mənə də iş təklifi gəldi və həmin gündə iş üçün çağırdılar məni. Mən getdim iş üçün. Hətta fərqli bir xanım da var idi orada iş üçün gələn. Dedilər ki, sizə 3 günlük belə sınaq müddəti çağıracağıq və həmin müddətdə də pul veriləcək sizə. Və həqiqətən də elə oldu. Həmin xanım səhvliklər elədi işdə. Mən işə başladım. Mühasibatlıq işi idi bu arada. Logistik bir şirkətdə mühasib kimi işə başladım. Və ilk aydan artıq ödəniş almağa, ödənişli işləməyə başladım ilk gündən hətta. Və daha sonra fərqli bir coaching sahəsi ilə təlimlər almağa başladım və artıq iş yerimdə öz pozisiyamı dəyişdim. Daha yüksək maaşlı bir yerə keçdim və mən o işdə qalmağımda səbəblərdən biri də o idi ki,
Mən işimi gördükdən sonra çıxıb təmiz havada özüm üçün hava ala bilirdim ya da heç kimdən asılı değildim də, yəni işdə. Ə, Heç müştəridən belə asılı değildim. Məsələn, digər mühasiblər müştəridən asılı idi, müştərinin problemini həll etməli olurdular. Müştəri gəldikdə məsələn heç bir şey eləyə, heç bir yerə çıxa bilmirdilər. Amma mən işim elə idi ki, mən onları ə, ürəyim istədiyi zaman eləyə bilərdim. Hətta evdə də gəlib görə bilərdim işimi. Və hətta ə, vaxtım da qalırdı, çıxırdım, hava alırdım, digər iş yoldaşlarımla danışırdım və kommunikasiya sayəsində mən otağımı dəyişdim işdə. Hardasa 11 ay sonra ə, işə başlamışdan 11 ay sonra mən artıq otağımı dəyişdim və iş pozisiyamı dəyişdim. Ə, və artıq həm də daha yüksək maaş almağa başladım və işim də daha yüngül olmağa başladı. Ə, və ə, bir ildə burada işlədikdən sonra qərar verdim ki, mən artıq burada qalmaq istəmirəm. Mən sırf ə, coaching sahəsi üzrə davam eləmək istəyirəm. Ə, və işdən ayrıldım. Bura qədər kiminsə sualı varmı məndən bağlı? Kiməsə qaranlıq qalan bir məqam varmı? Suallarınızı verə bilərsiniz. Yaxşı, keçək onda ikinci slaydımıza. Kimlər özünü inkişaf elətdirməlidir? Daxili güc necə formalaşdıraq? Enerjimizi alan emosiyalar hansılardır? Bu barədə danışmaq istəyirəm. Kimlər özünü inkişaf elətdirməlidir? Ümumiyyətlə, hər kəs özünü inkişaf elətdirməlidirmi? Xeyr. Bəzi insanlar olduğu səviyyədə rahat şəkildə yaşamaqdan məmnundular. Lakin digər bir növ insanlar var ki, onların məqsədləri var və bu məqsədlərini reallaşdırmaq üçün daha çox gəlir qazanmaq istəyirlər və ya münasibətlərdə daha çox xoşbəxt olmaq istəyirlər, xoşbəxt ailə münasibəti qurmaq istəyirlər, xoşbəxt rəfiqəlik münasibəti qurmaq istəyə bilərlər və ya azadlıq, sərhədlərlə bağlı öz üzərlərində işləmək istəyə bilərlər. Hər kəsin məqsədi fərqlidir. Yəni daha çoxunu istəyən insanlar da var və bu insanlar mütləqdir ki, mentorla işləsinlər. Çünki biz müəyyən səviyyəyə çatmış insanlara baxsaq, bunlar müğənnilər ola bilər, aktyorlar, aktrisalar və ya şəxsi koçlar olsun. Yəni hər birinin öz həm koçları var, həm enerjisel koçları var, həm psixoloqlar var. Hər biri öz üzərində işləyir. Məsələn, idmançılar olsun, fərqi yoxdur. Hər bir özünü müəyyən bir səviyyəyə gətirmiş insan mütləqdir ki, şəxsi inkişaf yolundan keçsin. Bəzi növ insanlar vardır ki, onlar ailədən yüksək səviyyəli ailələrdə anadan olurlar və onların bəlkə mentora, koça ehtiyacları yoxdur. Əgər siz aşağı emosiyaların daha çox olduğu bir evdə, ailədə, nəsildə hətta dünyaya gəlmişsə, mütləqdir ki, özünüzü inkişaf elətdirəsiniz və əsasən emosiyalarınızla işləyəsiniz. Çünki emosiyalarımız bizim enerjimizə aparan əsas nüanslardan biridir və aşağı emosiyalara nələr aiddir? Bunlara aiddir günahkarlıq, utanc, ayıb, qorxu və s. Bu duyğular aiddir və daxili gücü necə formalaşdıraq? Bundan danışmaq istəyirəm. Daxili güc bizdə dayağımızı formalaşdırdığımız zaman daha da güclənir. Özümüz öz ayaqlarımız üzərində duran zaman və öz aşağı emosiyalarımızı işləyən zaman, yaxşı kommunikasiyalar qura bildiyimiz zaman biz daxilən də güclənmiş hiss edirik. Bizim dayağımız əsasən ailəmizdə dayaq funksiyasını atamız oynayıb. Əgər ata ilə münasibətlərimiz qaydasında deyilsə,
ananın ataya qarşı münasibətlərində laqeydlik olubsa və əgər atamız bizi yetəri qədər həm maddi, həm mənəvi təmin edə bilməyibsə, bizim dayağımız biraz zəif ola bilər və əgər anamız atamıza doğru bizim irəliləməyimizə mane olubsa, bu zaman biz deyə bilərik ki, insan həyata addım atmağa çəkinir və qorxur. Və bu zamanda daxildən günahkarlıq baş verir, daxildən özgüvənsizlik baş verir və yetəri qədər maddi gəlir əldə edə bilmirik. Çünki enerjimizi alan məsələlər çoxdur. Hələ keçmişdə uşaqlıqda yaşanan məsələlər, emosiyalar hələ arxa fonda davam edir və bizim enerjimizi alan məsələlər indiki həyatımızda baş verənlər deyil. Biz bu həyatı indini yaşayarkən bizim arxa fonda emosiyalarımız var ki, məsələn, tutalım ki, itirmək qorxusudur, rədd edilmək qorxusudur, biabır olmaq qorxusudur, daha sonra günahkarlıq duyğusudur. Günahkarlıq emosiyası bizim ən təməl, ən çox bizdə özünü göstərən duyğudur. Onu həyatımızdan təmizləmək ən çətin olan duyğudur. Yəni, dərinlərdə həmişə günahkarlıq duyğusu qalır və mütləqdir ki, bunu seanslar alaraq və təlimlərə qoşularaq işləmək lazımdır və gəlin biz seanslarla təlimlərdən fərqindən danışaq. Birincisi, bu seanslar, coaching seansları psixoloji deyil. Bura, yəni coachla psixoloqun fərqi odur ki, psixoloq müəyyən problemli insanlarla da işləyə bilir. Amma coach sırf məqsədləri olan insanlarla işləyir. Yəni A nöqtəsi budur, B nöqtəsi budur, getmək istədiyi B nöqtəsi budur. A-dan B-yə əvvəlcə nə imkan vermir, hansı emosiyalar imkan vermir onun hərəkət etməsinə. Bu emosiyalar işlənir, daha sonra isə təkcə emosiyalar işləməklə biz istədiyimiz məqsədlərə gedib çata bilmərik. Daha sonra düzgün hərəkət sxemləri qurulmalıdır. Və coaching seanslarında və təlimlərdə fərq odur ki, bəzən biz seanslarda insan özü öz məsələlərindən qaça bilir. Üzləşmək istəməyə bilir. Amma və bəzən də insan öz məsələlərinin fərqində olmur. Amma təlimdə kollektiv şuurda elə olur ki, bir insan öz məsələsini açır deyir və onun üzərində sessiya aparılır və sən də öz payını bu sessiyadan götürə bilirsən. Yəni onun işlədiyi məsələ ola bilər ki, sən hətta onu unutmuşdun, həmin məsələni xatırlamış ola bilərsən. Və belə ki, yəni təlimdə, sessiyada hər ikisi lazımlıdır. Sessiyada isə olur ki, hər kəsin içində işləmək istəmədiyin müəyyən mövzular olur. Bu təbii və normaldır. Hər insanın öz sərhədləri var və gedib sessiyada bunu həll eləmək olar. Sessiyalarda bunun üzərində işləyə bilərik və sessiyalarda, coachingdə iki hissəyə bölünür. Life coach hissəsi və business coach hissəsi. Life coach hissəsi daha çox emosiyalarla işlənilən, münasibətlərlə bağlı, daha sonra insanın özü ilə bağlı, özünü dünyaya tanıtması ilə bağlı müəyyən məsələləri işləmək üçündür. Business coaching isə sırf karyera, daha sonra pul, işdə yüksəliş və s. bu sahələri business coaching seanslarda işləmək olar. Və life coach və business coachda mentorluqlar fərqlidir. Hər iki sahədə mentorluq seansları, paketləri ala bilərsiniz. Belə ki,
Life coachingdə siz seanslar paketində bir emosiyanın və ya bir məsələnin davamlı həllinə odaqlana bilərsiniz. Tutalım ki, günahkarlıq duyğusu hiss olunur və bunu həyatın 8 sferasında işləmək olar. Hər biri ayrı-ayrı seanslar şəklində. Amma biznes coachingdə, biznes mentorluq alsaz, sizə əgər biznesiniz varsa bu şəkildə və ya biznesiniz yoxdursa, da biznes açmaq istəyirsinizsə, əgər öz biznesinizi yaratmaq istəyirsinizsə, biznes coaching mentorluq paketini əldə edə bilərsiniz. Mentorla işləmək sizin daha sürətli öz məqsədlərinizə çatmağınıza, nəticənizə səbəb olacaqdır. Növbəti slayda keçək. Niyə motivasiyadan düşürəm, niyə məqsədlərimə çata bilmirəm? Ümumiyyətlə, motivasiya nədir? Motivasiya bizi A nöqtəsindən B nöqtəsinə aparan ilhamdır, istəkdir. Lakin hər zaman motivasiya olurmu? Olmur. Bəs motivasiyamız olmayanda da biz davam edəcəyikmi? Bu sual əsasən özümüzə verməliyik. Çünki motivasiya düşünürük ki, biz motivasiyamız olsun, sonra hərəkətə keçək. Amma əslində isə hərəkətə keçəndən sonra bir müddət sonra motivasiya gəlir və vərdiş formalaşır. Çünki əgər sən məqsədinə çatmaq istəyirsənsə, bu zaman motivasiyanın olub-olmamağını gözləməməlisən. Və məqsədinə çatmaq üçün müəyyən risklər almalısan, müəyyən itkilər baş verməlidir, müəyyən şeyləri, insanları buraxmalısan, müəyyən mühitdən çıxmalısan, səni kiçildən mühitdən çıxmalısan. Məsələn, ola bilər ki, sən məqsədləri yazırsan dəftərə, ola bilər ki, sən smart məqsədlərlə işləyirsən, ola bilər ki, öz vizyon board yaradırsan, amma bu dediklərimi nəzərə almasan və bu dediklərimi nəzərə almasan, sən o məqsədinə çata bilməyəcəksən. Çünki məqsəd bizdən tələb eləyir ki, müəyyən hərəkətləri davamlı edək. Məsələn, 3 cür səviyyədən məqsəd qoyulur. Birincisi, ego səviyyəsindən qoyulan məqsəd. Bu ən zəif məqsəddir. Ego səviyyəsindən məqsəd, məsələn, mən çoxlu pul qazanam, mən bunu eləyim, çoxlu pul qazanmaq üçün qoyulan bir məqsəd. Bu ən zəif məqsəddir. Ya da çox məşhur olum deyə qoyulan bir məqsəd. Yəni, eqom tətmin olunsun deyə qoyduğum məqsəd. Bu ən zəif məqsəddir. Daha sonra var travmalı məqsəd, travmadan doğan bir məqsəd. Bu da özümü sübut edim kiməsə, özümə sübut etmək üçün, özümü digər insanlara sübut etmək üçün, ya da ana-ataya protest etmək üçün, ya da kiminsə sevgisini qazanmaq üçün qoyduğum məqsəd. Bu məqsədlər də ki, çatırsan, sonra yenidən boşluğa düşürsən. Yəni, bu məqsəd də ortadan qalmır, yox olur, gedir. Üçüncü ən sağlam məqsəd isə bizi hərəkətə gətirən məqsəddir. Bizim əsl məqsədimiz olur. Bu, əgər bu məqsədə sən çatmaq istəyirsənsə, sən bunu nəzərə almalısan ki, bu məqsədi mən nə qədər nəticəsiz daşıya bilərəm həyatımda. Yəni, bu məqsədvə səni pul gətirib çatdırmamalıdır. Yəni, bu məqsədi ona görə qoyuram ki, çoxlu pul qazanım. Təbii ki, hər kəs məqsədi qoyur və hər kəsin məqsədi ki, çoxlu pul qazansın. Amma təkcə məqsəd pul qazanmaq olmamalıdır. Ya da təkcə məqsəd insanlara özümü göstərim, onların sevgisini qazanım olmamalıdır. Sən bu məqsədi qoyarkən nəzərə almalısan ki, bu məqsəd müəyyən bir ay, müəyyən bir il ərzində nəticəsiz ola bilər. Və ya müəyyən bir ərzində çox az nəticə əldə etmiş ola bilərsən. Sənin gözləntilərini qarşılamaya bilər. Bu zaman yəni fikirləşmək lazımdır ki, mən bu məqsədi
nə qədər müddət nəticəsiz və ya çox az nəticə ilə daşıya bilərəm. İkinci bir sual yaranır ki, mən bu məqsədə qoymuşam qarşıma. Tutalım ki, məqsədim nədir? Məqsədim biznes açmaq, öz biznesimi yaratmaq, öz brendimi yaratmaqdır. Bu məqsəd məndən nəyi tələb edir? Bu məqsəd məndən tələb edir ki, tutalım çox telefonumdakı kontaktlarla insanlarla kontaktları keçməmək, çox sosial şəbəkələrdə vaxtımı itirməmək, sosial şəbəkələrdə insanlar nə paylaşıb deyə girib baxmamaq. Əksinə sosial şəbəkələrdə öz işimlə bağlı məlumatları paylaşmaq, öz məhsulumu tanıtmaqdır. Məqsəd burada dəyişir və bu zaman mümkündür ki, siz öz yaxınlarınızdan dostlarınızı itirəcəksiniz, ailə üzvləriniz sizə qarşı çıxacaq ya da sizə inanmayacaqlar. Məsələn, ola bilər ki, rəfiqələriniz arasında sizə paxıllıq edən olsun. Çünki siz əvvəlki insan olmayacaqsınız. Çünki hər bir məqsəd sizdən yeni bir şəxsiyyət olmağınızı tələb edir. Məsələn, yeni bir şəxsiyyət olmaq nə deməkdir? Yəni, indiki sizlə həmin məqsədə gedib çatmağınız mümkün deyil. Və nə etmək lazımdır? Təbii ki, yeni bir şəxsiyyət lazımdır ki, həmin insan tutalım manipulyasiyalara getmir. Həmin insan insanlara məhsulunu tanıtmaqdan utanmır. Həmin insan satış etməkdən çəkinmir. Həmin insan yox deməkdən çəkinmir. Həmin insan tutalım ona gələn mesajları vaxt azlığından çatdırmamaqdan utanmır. Yəni bunları nəzərə almaq lazımdır. Yəni ətrafınızda təbii ki, yaxınlarınızdan, qohum-əqrəbənizdən, dost tanışınızdan, yəni sizə qarşı narazılığını bildirən insanlar olacaq. Əvvəl məsələn rəfiqənizlə 1 saat rahat-rahat danışırdınızsa, məsələn bu azalacaq. Əvvəl rahatlıqla keyflə özünüzə yemək hazırlayırdınızsa, onu yavaş-yavaş yeyirdinizsə, bəlkə o müddət biraz azala bilər. Ya da axşamlar hər axşam TikTokda və ya digər sosial şəbəkələrdə videolara baxırdınızsa, kinovuza baxırdınızsa, bir müddət məsələn ola bilər ki, bunlara baxa bilməyəsiniz və ya uzun müddət artıq bunlardan imtina etməli olasınız. Yəni qoyduğunuz məqsəd sizdən risk tələb eləyir, itirmək, buraxmaq tələb eləyir, böyümək tələb eləyir, yeni bir şəxsiyyət tələb eləyir. Məqsəd sizin üçün arzu deyil, istək deyil. Əgər sən o məqsədi nəticəsiz davam elətdirə bilmirsənsə, əgər indiki kimliyini buraxa bilmirsənsə, o arzu və istək olaraq qalır, məqsədə çevrilmir. Və məqsədi qoyarkən kiçik-kiçik addımlarla qoymaq lazımdır. Məqsədi birdən-birə heç bir məsələn pul qazanmayan insan, 0 manat pul qazanan insan məqsədini qoya bilməz ki, ayda 3000, 5000 pul qazanmaq istəyirəm. Yox. İlk olaraq 100-200 manatdan başlaya bilər və ya sosial mediasında izləyici sayısını artırmaq istəyən insan məqsədini qoya bilməz ki, mən birdən-birə 5000, 10000 izləyicisi olsun istəyirəm. Yəni mümkün deyil bu. Məqsədi real qoymalısınız və elə qoymalısınız ki, beyin onu eşidəndə deməsin, qorxub qaçmasın, özündən bəhanələr gətirməsin ki, yox, onsuz da alınmayacaq, onsuz da dəyməz bunu enerji sərf eləməyə. Sizin qoyduğunuz məqsədə qarşı sizdə bir istək, enerji, hərəkət enerjisi yaranmalıdır. Daha sonra və mənim keçdiyim seanslara keçəcəyəm, mənim fəaliyyətlərimə. Buradan kimin nə sualı var? Kimin məqsədlərlə bağlı və s. sualları var? Və bir də qeyd eləmək istəyirəm ki, biznes coachingdə hansı hissələr var? Biznes coaching İnsanın indiki işlər sosial media üzərində əsasən qurulub da, yəni coachingdir və s. Biznes coaching seanslarında siz sosial medianın da işləməyi
öyrənə bilərsiniz. Yəni sizə istiqamət veriləcək ki, sosial medianızda nələr düzəltməlisiniz, sosial mediada necə məlumatlar paylaşmaq lazımdır, necə ə, artıq insanları yormayan, insanların marağını cəlb edən, satışa yönəlik necə məlumatlar paylaşmaq lazımdır, necə özünüzü və təliminizi, necə və yaxud da məhsulunuzu təqdim etmək lazımdır. Kiminsə sualı var? O zaman keçim özüm etdiyim seanslar və digər işlərim haqqında danışmağa. Mən həm biznes coach, həm də life coach olaraq fəaliyyət göstərirəm. Və bundan əlavə rəsm analizləri, təsvir analizləri, yəni həyata keçirirəm və eyni zamanda da spiritual coacham. Qorunma, daha sonra təmizlənmə, çakra seansları və nəsillə bağlı seanslar, bunları həyata keçirirəm və enerjisel diaqnostika, analizlər aparıram. Bununla yanaşı artıq beynəlxalq sertifikatlı koçam. Beynəlxalq sertifikatlı koçam, ICF sertifikatlı tanınan bir beynəlxalq sertifikatım var. Bundan əlavə eyni zamanda rəsm analizi də eləyirəm. Rəsm analizi də insanın özü ilə bağlı, daxili aləmi ilə bağlı və münasibətlərlə bağlı təsvir analizi eləyirəm. Və seanslarım nəticəsində insanlara fərqindəliklər yaşadıram və onların hər bir sahənin öz nəticəsi olur. Life coach hissənin nəticələri fərqlidir. Daha çox emosionaldır, mənəvidir. Business coachingdə isə biz biznesin onun strukturu ilə və hərəkət sxemləri ilə bağlı danışırıq. Və bundan əlavə olaraq da pul və biznesin daha da genişlənməsi üçün burada psixoloji sessiyalar aparılır. Və bununla yanaşı eyni zamanda enerjisel seanslar da hər ikisi bir-biri ilə birləşdikdə nəticə daha yüksək olur. Biz sessiyalarda eyni zamanda bədənlə işə də önəm veririk. Bu həm bədənlə iş enerjisel baxımdan, həm də fiziki baxımdan nəzərdə tutulur. Çünki bəzən biz öz üzərimizdə işlədiyimiz zaman bədən o səviyyəyə gəlib çatmadıqda bizim öz üzərimizdə işləməyimizin bir nəticəsi olmur. Mütləqdir ki, biz fiziki bədənimizlə də işləyək. Çünki bədənin də öz yaddaşı var. Necə ki, şuuraltımızda bizim daha çox 11-13 yaşacan, amma götürsək ümumilikdə 18 yaşacan ailəmizlə bağlı yaşadığımız duyğular bizim şuuraltımızda hələ də yaşayır və biz 18 yaşdan sonra həyatımızda hər bir sferada artıq ata-anamızın obrazını onun bizim beynimizdəki algılarını yaratmağa başlayırıq. Eləcə də fiziki bədənimizin də yaddaşı var. Məsələn, buna misal olaraq tutalım,
ə, enerjisel sessiyalarda öskürəklərdir. Daha sonra allergiyaların olmasıdır, bədənin xəstələnməsidir, qrip və ya digər bir şəkildə. Bütün bunlar ondan baş verir ki, enerjisel sessiya belə eləsək və ya coaching bir sessiyada eləsək, bədənimizdə müəyyən bir dəyişiklik baş verir və dirənc olur həmin sessiyalara qarşı, inkişafa qarşı. Çünki beyin elə bir formada işləyir ki, bizi olduğumuz vəziyyətdə saxlamaq istəyir. Beyin inkişaf etmək istəmir. Çünki beyin üçün o təhlükəsizdir. Bəlirsizliyə dözümsüzlük var. Bəlirsiz olan hər bir şey isə insan psixikası üçün təhlükəlidir. Yeni bir şey, ola bilər ki, bu yaxşı bir şey olsun. Tutalım, yeni bir şey, yeni bir iş, yeni bir gəlir səviyyəsi, səyahət etmək və s. xarici bir ölkəyə çıxmaq, partnyor, bunlar hamısı beyin üçün təhlükəli sayılır. Və odur ki, bədəndə yığılmış qalmış enerjiləri də somatik bədən hərəkətləri ilə və s. onları bədəndən təmizləyə bilirik. Rəsm analizi ilə bağlı isə onu demək istəyirəm ki, bu sırf mənim mentorluğum əsasında aparılır. Mən sizə yönləndirmə verirəm ki, məsələn, nələri nəzərə almalısınız, necə təsviri çəkməlisiniz və hər biri fərqlidir. Təbii ki, daxili evlə bağlı olan, insanın öz daxili aləmi ilə bağlı, özünü necə hiss etməsi ilə bağlı olan sessiyada fərqli şəkil çəkilir. Partnyor münasibətlərini analiz etmək üçün isə özünüzü və partnyorunuzu təsvir edirsiniz. Rəsm çəkirsiniz və orada mən deyirəm hansı detalları nəzərə almaq lazımdır. Çünki nə qədər çox detallı çəksəz rəsmi, o qədər də detallı analiz etmək olur. Və rəsm analizinin sonunda da mən sizə 5 addım, 5 hərəkət istiqamət verirəm ki, siz bunları işləməlisiniz. Və çünki nə qədər öz üzərinizdə işləyirsiniz, işləyin, əgər hərəkət yoxdursa, demək ki, nəticə də yoxdur. Bu qədər danışdıqlarım, ümid edirəm ki, sizin üçün maraqlı oldu və demək istəyirəm ki, sizin mənim sessiyalarımla bağlı hər hansı bir sualınız varsa, mənə verə bilərsiniz. Chatda yaza bilərsiniz. Chatda smailik qoya bilərsiniz ki, burada olduğunuzu görə bilim. Anladığınızı başa düşüm. Əgər sizin üçün maraqlıdırsa, smailiklər qoya bilərsiniz. Təşəkkürlər Oruc bəy. Peki bu danışdıqlarımda kiminsə gözü qorxdu ki, hamısına necə işləyəcəyik, hamısı mı lazımdır bizə? Amma təbii ki, yox. Hamısı zamanla olur. Ən çox sizin mövzunuzdan bağlı da olaraq dəyişir. Məsələn, biznes coaching işləmək istəyirsinizsə, karyera və pulla bağlı işləmək istəyirsinizsə, bu zaman bədənlə işləməyə və emosiyalarla işləməyə, demək olar ki, emosiyalarla işləyirik. Əgər hələ biznes açılmayıbsa və biznes hələ çox uzaqda görünürsə, bu zaman kiçik bir iş aparılır. Amma bədənlə işləməyə ehtiyac yoxdur. Səsi açıb sual verməyə ona gərək yönəldici icazə versin. Siz chatda yaza bilərsiniz sualınızı. Mən cavablayacağam. Amma yəni işləmək istədiyiniz mövzuya görə dəyişir. Münasibətlərlə bağlı da mövzu əgər təcavüzdür, ayrılıqdır və s. bunlarla bağlı sualınız varsa, bu sessiyalarda ən ağır olan, ən uzun
davam edən terapiya növüdür. Amma belə digər bir halda 4 dənə sessiya artıq kifayət eləyir müəyyən bir siz nəticə əldə etməyiniz üçün. Bədənlə necə işlənilir? Dediyim kimi somatik bədən egzersizləri var. Bədənlə eyni zamanda idman eləmək mütləqdir. Yəni bədən və beyin üzərində işləmək paralel şəkildə aparılmalıdır. Çünki sizin beyində emosiyalarla bağlı işlədiyiniz zaman həcminiz yüksəlir. Bədəninizin də həcmi buna uyğun artmalıdır. Məsələn, tutalım ki, telefonda güncəllənmə eləyirsiniz. Bu zaman nə baş verir? Yaddaş tutumu artır. Sizin də əgər o yaddaş tutumunuz telefonunuzda, kompüterinizdə yoxdursa, təbii ki, bu bir nəticə verməyəcək. Daha da telefon donacaq ya da kompüteriniz donacaq. Buna görə ilk öncə yer açmaq lazımdır. Aşağı səviyyəli emosiyaları işləyib, onları həyatımızdan minimum səviyyə salmaq və necə deyim, resurs toplayıb məqsədlərimizə doğru hərəkətə keçmək lazımdır. Bir də mənə elə gəlir ki, koç olmaq üçün şəfaatçı ruh olmaq daha yaxşı olar. Koç olmaq üçün birincisi insanları hiss edə bilmək önəmlidir. Daha sonra dediyim kimi, əgər koç olmaq kimi bir məqsədiniz varsa, bunu daşıya biləcək sizdə şəxsiyyət olmalıdır, enerji, resurs olmalıdır və s. Ən birincisi isə insanların ehtiyaclarını hiss eləmək lazımdır. Tutalım, coaching sessiyalarında sən koçluqla bağlı bütün bilgiləri bilmiş ola bilərsən. Amma müştəri qarşıma gəldiyi zaman sən onun üzünə, mimikalarına, bədəninə, hərəkətlərinə də baxmaq lazımdır. Hansı suallardan sonra insanda müəyyən dəyişikliklər baş verdi, hansı etapdan sonra insan rahatladı və yaxud da daha da gərginləşdi, hansı bədəndə reaksiyalar baş verdi. Bunları nəzərə almaq lazımdır. Yəni koç olmaq təkcə o demək deyil ki, bir koçluq təlimi aldın, sən artıq koç ola bilərsən. Və bir təlimlə də bitmir bunlar. Çox sağ olun, sizə də mən də təşəkkür edirəm. Matrix analizi maraqlıdır sizə. Matrix analizi mən etmirəm. Yəni mən almamışam matrix analizini. Amma özüm üçün elətdirmişəm. Dediyim kimi, özümlə bağlı bir çox sessiyalar almışam. Həm matrix analizi almışam, həm klassik numerologiya da almışam, karmik numerologiya da almışam. Hər bir şey, təbii ki. Hər tərəfli işləmək lazımdır. Və həm təlim almışam, həm fərdi sessiyalar almışam, mentorluqda olmuşam. Təşəkkürlər, çox sağ olun. Xoş sözlər bilsin. Mənə maraqlıdır, bura qatılanlar daha çox emosiyalarla işləmək istəyirlər, yoxsa daha çox biznes, karyera, pul bu məsələlərlə bağlı işləmək istəyirlər. Emosiyalarla bağlı yaxşı. Əsasən bir çox sahədə qadınlar biznes, karyera, pul sahəsini işləmək istəyirlər, amma təməldə bəzən fərqli ola bilir. Çünki insan daha çox pul qazanmaq istəyirsə, təbii ki, daha çox kommunikasiya bacarıqları güclü olmalıdır. Kommunikasiya bacarığı yüksək olan insan, bəli, istədiyi sahədə uğurlu ola bilər. Və hər bir qadının daxildə əsasən istədiyi yaxşı bir münasibət qurmağıdır.
Əsasən bu təlimlərə gələn xanımların da bir çoxu öz münasibətlərində özünü təmin olunmuş hiss etmədiyi üçün və münasibətlərdə problem yaşadığı üçün ə, öz üzərində işə başlayırlar. Lakin gəlirlər məqsəd qoyurlar ki, ə, mən falan eləmək istəyirəm, karyerada falan məqsədə çatmaq istəyirəm ə, və münasibətləri göz ardı eləyirlər. Amma əgər bir insan şəxsi münasibətlərində uğurludursa, nə qədər xoşbəxtdirsə, ə, maddi həyatında da o qədər uğurlu olacaq deyə düşünürəm. Eləcə də biznes həyatında. Çünki şəxsi münasibətlərdə də kommunikasiya və sərhədlər mövzusu çox önəmlidir. Eyni şey, əgər biz qarşımızdakı partnyola qarşı nə hiss ediriksə, öz biznesimizə qarşı da elə hiss eləyəcəyik. Əgər biz partnyorumuza qarşı necə hiss ediriksə, biz pula qarşı da eyni cür hiss eləyəcəyik. Yəni həmin hissləri proyeksiya verəcəyik pula, biznesə, işə və bu şəkildə proyeksiya baş verdiyi halda çox da inkişaf etmək mümkün deyil. Bunun üçün də sessiyaya gəlib həmin proyeksiyaları aradan qaldırmaq lazımdır. Ən önəmlisi dediyim kimi düzgün kommunikasiya qurmağı bacarmaq lazımdır. Və bunda da işləmək lazımdır. Görünmək qorxusu, biabır olmaq qorxusu, rədd edilmək, sərhədlər mövzusu, yox deyə bilmək və s. Bütün bunları işləmək lazımdır ki, fürsətləri görə bilək. Çünki fürsətlər hər zaman var, lakin o fürsətləri görüb onları dəyərləndirə bilmək lazımdır. Əgər sual yoxdursa, artıq yavaş-yavaş bitirə bilərik. Əgər sualınız varsa, çata yaza bilərsiniz. Sertifikatla bağlı sual var idi. Sertifikatla bağlı məlumat qrupa göndərildi. Çox sağ olun Leyla xanım, siz də sağ olun. O zaman bitirə bilərik. Ayşən xanım, hər birinizə təşəkkürümü bildirirəm bugün burada olduğunuz üçün. Ayşən xanıma da təşəkkürümü bildirirəm dəvət etdiyiniz üçün. Ümid edirəm ki, hər kəs üçün maraqlı oldu, faydalı oldu. Sağ olun. Siz də sağ olun, vaxt ayırdığınız üçün təşəkkür edirik.